Paytaxtda təmir bərpa zamanı memarlıq abidəsinə ziyan dəyib. APA xəbər verir ki, bu barədə mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə Bakı şəhəri Nəsimi rayonu Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə West Park MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb. 7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində daxili həyətində və dam örtüyündə təmir bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb. Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işləri başlanılıb. Lakin təmir bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub. Qeyd olunub ki, dövlət xidmətinə təqdim edilərək razılaşdırılan layihənin mövcud dam örtüyünün saxlanılması nəzərdə tutulduğu halda şirkət tərəfindən həmin örtük yeni metal kiramit tipli konstruksiya ilə əvəz edilib. Damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlığına əlavə təhlükə yaradıb. Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. Nəsimi rayon məhkəməsinin 28 noyabr 2025-ci il tarixli qərarı ilə West Park MMC təqsirli hesab edilib. Abidənin tarixi görkəminə qaytarılması tələbinə zidd olaraq West Park MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub. Məlumata görə binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək.